Məsələ bundadır ki, başqa bir hədis var. O hədislə istəyirəm buna cavab verəm. Hədisdə buyurur ki, mən kəsurə kəlamuhu, kəsurə xətau. Buyurur, kimin sözü, danışığı çox olsa, çox danışsa, xətası da çox olar. Yəni, dilin xətası çox olar, günahı çox olar. İkincisi də budur ki, bir adam ki, çox danışır, bəllidir, dilinə nəzarət eləmirsə, deməli, bütün üzvlərinə nəzarət eləmir. Dalıca buyurur, fəmən kəsurə xətauhu qəllə həyauhu. Kimin xətası çox olsa, həyası azalar. O ki, deyirsən, günah eləyim, xəcalət çəkim, günah eləyim, xəcalət çəkim, bir gün günah həyavı azaldacaq, xəcalət hissi səndən gedəcək. Və mən qəllə həyauhu qəllə vərauhu. Kimin həyası azalsa, təqvası azalar. Və mən qəllə vərauhu matə qəlbuhu. Kimin təqvası azalsa, qəlbi ölər. Və mən matə qəlbuhu dəxələnnar. Kimin də qəlbi ölsə, cəhənnəmə daxil olar. Əzaba daxil olar. İnsan günah üstündən günah elədikcə, yavaş-yavaş ən təhlükəlisi budur ki, həya hissini itirir. O ki, görürsən, bəzi adam dünən namaz qılırdı da, bugün qılmır. Günah üstündən günah səbəb olur ki, insanın qəlbi bərkiyir. İnsan ki, gördü da ağlamaq halını əldən verib, bilsin ki, təhlükəlidir vəziyyət. İnsan görsə ki, hal yoxdur ibadət eləyə, heç bir damcı gözündən yaş gəlmir Allahın huzurunda, bilsin ki, qəlbi qəsavət bağlamağa doğrudur. Və axırda bunu deyim ki, necə eləyə bilər insan həyalı olsun? Onu necə eləyə bilər? Onun birinci yolu bu dediyimiz haqqında fikirləşməkdir, düşünməkdir. Düşüncə hər ibadətdən üstündür. Birinci yol budur ki, insan düşünə. İkincisi budur ki, Quran oxumaq. İnsanın Allahı yaxından görməsini, Allahın onu gördüyünü başa düşməsi üçün ən yaxşı vasitələrdən biri Quran oxumaqdır. Çalışın, çox Quran oxuyasınız, bizə tövsiyə ediblər. Ərəbcə oxuyun, mənasına da baxın. Düşünərək oxuyun. Quran ayələri sizdə həya hissini yaradar. Allahı görərsiniz. Biri var ağılla, biri var qəlblə. Qəlbimizə istəyirsinizsə Allah yol tapsın, yolu Quran oxumaqdır. Üçüncüsü nədir? Üçüncüsü Əhl-i Beytlə əlaqədir. Yaxşı adamlardan bayaq dedik, utanan adam Allahdan utanar. İnsanların da ən yaxşısı kimdir? Əhl-i Beytdir. 14 məsum hamısı bizim əməlimizə şahiddir. Hamısı əməlimizə şahiddir. Onlardan utanmayan adam Allahdan heç vaxt utanmaz. Bir nəfər qüsullu idi, dərsə gəlirdi. İmam Baqirin sahabəsidir ya İmam Sadiq əleyhissalamın. Qüsul var idi boynunda, tərəddüd elədi, gedim, getməyim, axırda dedi, gedim dərsə. Gəldi divarın o yanından, imam adını çəkdir, filan kəs, sən gəlmə dərsə, get qüsula sonra gəl. İmamın şəxsiyyətinə görə həyası var bu insanın. Amma hələ mərifəti o qədər də deyir ki, imam bunun vəziyyətindən də xəbərdardır. Onu bilsəz, evindən çölə çıxmazdı, addım atmazdı. İnsan bilə ki, imamlar Allah qeybi onlara bildirir. Allah qeybi onlara bildirib, onlar bizim əməlimizdən agahdır. Hər gün, yox, hər həftə, həftədə 2 dəfə hədisdə var, İmam Zaman ağaya bizim əməllərimiz təqdim olunur. İmam Zaman ağaya təqdim olunur əməllərimiz, Peyğəmbərə təqdim olunur. Alimlərdən biri ki, İmam Zaman ağanın huzuruna çatan alimlərdən idi ki, İmam Zaman ağa ilə görüşən alimlərdən biri deyir ki, öz şiyəsinin yaxşı əməlini görəndə üzündə təbəssüm olar. Ondan sonra buyururdu ki, öz şiyəsinin günah əməlini görəndə elə ağlayar ki, çiyinləri tərpənər. Ona görə deyirdi ki, ay şiyə, elədiyin hər bir günah ox kimi İmam Zaman ağanın ürəyinə sancılır. Biz elə bilirik ki, Peyğəmbərlə dalaşmaq, imamla dalaşmaq elə ancaq birbaşa mənasındadır. Onun əmrindən çıxmağın da mənası elə budur. Qiyamət gününün xəcaləti çox pis olacaq. Dünyada mənim kimi həyadan uzaq olan adam orada utanacaq. Çünki burada maddi çərçivələr bizi qoymur. Mən belə bir kobud üzr istəyirəm, misal deyim. Elə bir adam yuyunur evdə məsələn. Birdən evin divarları yarılır, görür ki, çöldədir. Ölüm belə olacaq. Bütün eyibləri birdən açacaq. Orada daha çox xəcalət çəkəcək Kövsər hovuzunun yanında. Çox adamlar burada xəcalət çəkmir, amma orada xəcalət çəkəcək.
çox pis vəziyyətə qalacaq insanlar orada. Çox ağır vəziyyətə qalacaq. Ona görə də insan var ki, onun üçün ən böyük bəla İmam Hüseyin ağanın qanlı libasında insanın üzünə baxmasıdır qiyamətdə. Ən böyük cəza insan üçün budur. Utanan adam üçün, həyalı insan üçün. Nəinki günahdan utanmır. İnsanlar var, deyir, mən bundan utanıram ki, mənim bədənim salamat halda məhşərə gələcəm, İmam Hüseyin yaralı bədənlə dayanacaq. Mən ondan xəcalət çəkirəm. Mən bir şəhidin demişdim sözünü sizə Məhərrəm ayında. Deyirdi ki, mən döyüşdə şəhidliyi arzulayıram özümə heç. Həmişə dua elirdi ki, ilahi məni şəhid elə, şəhid kimi dünyadan apar. Amma deyirdi ki, ilahi səndən bir də xahişim var, bir şey də istəyirəm ki, mən bir yara ilə dünyadan getməyim. Şəhid olum heç, amma bir yara ilə yox. Qiyamət günü İmam Hüseyin ağanın oğlu Əli Əkbərin huzuruna mən gələndə, onun bədəni parça-parça olsun, mən bir yara ilə dünyadan köçüm, ondan xəcalət çəkərəm. Həya bəzən gəlir o yerlərə çatdırır ki, günahdan keçir mövzu. Mövzu gəlir belə-belə yerlərə çatır. Hər bir insan yaşından asılı olmayaraq, burada axsaqqallar da var, cavanlar da var, hamısına mən bir kiçik qardaş kimi tövsiyəm budur, özümə də tövsiyəm budur ki, biraz himmətimizi, istəyimizi, arzumuzu biraz böyük eləyək. Biz dünyaya gəlməmişik ki, cəhənnəmə getməyək. Bu dünyaya biz ona görə göndərməyiblər cəhənnəmə getməyə. Biz bu dünyaya gəlmişik ki, gedəndə buradan İmam Hüseynin yanına gedək. Bizim üçün bu məqamı hazırlayırlar. Biz ona görə gəlməmişik dünyaya ki, qəbirdə bizə əzab verməsinlər. Biz dünyaya ona görə gəlmişik ki, öləndən sonra qəbrimizin başında İmam Zaman ağa ağlasın bizim üçün. Mən neçə adamdan oxumuşam ki, o öləndə İmam Zaman yazıb ki, mənim belim sındı bunun vəfatı ilə, bunun dünyadan köçməsi ilə. Həya insanları aza qane olmağa imkan vermir. Həya insanı vadar edir ki, insan daha ali şeylərin fikrində olsun, daha ali dərəcələrin fikrində olsun. Həyalı insana bir dəfə bunu deyərsən ki, İmam Zaman sənə baxır. İmam Zaman ağaya sənin əməlin təqdim olunur. İmam Zaman ağa bir dənə bizim adımızdan Allahdan istəsə ki, ilahi, bu düzdür günah eləyib, amma səndən xəcalət çəkən bəndədir. İmam Zaman ağanın valla bir sözü bizim bağışlanmağımız üçün kifayətdir. Allah izzət və cəlalına and içib ki, məndən xəcalət çəkən, məndən utanan bəndələrimə əzab vermərəm. Yenə deyirəm, əzab qorxusu həyasız bəndələr üçündür. Amma həyalılar o qədər həyalıdır ki, həm Allahdan utanır, əleyhissalam kimi, həm də əzab ayəsindən də qorxur. Allah 100 dəfə deyir ki, ya Əli, əzab səndən götürüldü. Sən əzaba layiq deyirsən, cənnətlə cəhənnəmi sən böləcəksən. Amma yenə əzab ayəsi gəlir, yenə də həyasından qorxur əzabdan. Həya üzündən Allahdan, Allahın əzabından da çəkinir. Həqiqi dindarlıq, Allah istəyən dindarlıq budur ki, düzdür, bundan da yüksək dərəcələr var. İnşallah o da gələn həftələrdə danışarıq. Həya da axırıncı dərəcədir. Həyadan da yüksək məqamlar var ki, inşallah o barədə gələn həftələrdə də qismət olsa söhbət eləyərik. Allahümmə inna nəsəlükə və nəd'uk.